Təsəvvür edin, bir xanımı sevirsiniz, ancaq sizin kənddən olmadığı üçün onunla evlənə bilmirsiniz. Bəli, Azərbaycanda belə bir adət olan kənd var. Bu kənddə başqa kəndə qız verilmir. Yerin Qulaq kanalı olaraq bu dəfə Azərbaycanda qeyri-adi adətləri olan kənddən danışacağam. Azərbaycanda bu kəndin sakinləri başqa kəndə qız vermir. Xoncalar küçə-bə-küçə gəzdirilir. Bayramlarda xüsusi adət mövcuddur. Belə ki, bayram günləri ağsaqqallara yoluxulur, təbrik edilir. Yoldan keçəndə hər kəs salamlaşır. Toy və yas zamanı hamı birlik olur. Kəndin cəmaatı başqa kəndə qız verməyib. Yerin Qulağı kanalı hər kəsin marağına səbəb olan həmin kəndlə bağlı məlumatı təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Ağsaqqallar deyir ki, ancaq illər keçdikcə bu adət zəifləyib. Söhbət Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kəndindən gedir. Sələsüz Şahbuz rayonunun ən qədim kəndlərindən biridir. Muxtar Respublikanın ən böyük gölünün ətrafında yerləşən kəndin adının mənası heç də yerləşdiyi yerə uyğun gəlmir. Bəzi mənbələrə görə isə kəndin adının mənası suyu süzən kimi xarakterizə olunur. Kənd Dərələyə silsiləsinin yamacındadır. Oykonim Sələsüz variantında da qeyd alınıb. Bəzi tədqiqatçılar kəndin adını türk dilindəki sələ, künc, bucaq, hissə və sos, sucaq yer, su çıxan yer komponentlərindən düzəlmiş su çıxan yer mənalı toponim hesab edilir. Əslində kənd ərazidəki çayın adını daşıyır. Yerli sakinlər deyir ki, əvvəllər kənddə çox az ev olub. İndi isə bu say 150-ni keçib və hər evdə də yaşayış var. Əhali sayı 500 nəfərdən yuxarıdır. Kəndin yaşlı insanlar deyir ki, qədim tarixi olan bu kəndin öz adət-ənənələri hələ də yaşamaqdadır. Kənd sakini Sevindiç Novruzov deyir ki, əvvəllər biz ümumiyyətlə kənara qız verməzdik. İndi tədricən vəziyyət dəyişib. Kənar yerlərdən də gəlirlər, evlənirlər. Toy vaxtı küçə-bə-küçə gəzərdilər, xonça yığardılar. Digər bir məsələ isə kənddə böyüyə hörmətin xüsusi olmasıdır. Kənd sakini Əli Mehnətov deyir ki, İstənilən vaxt yolla gedəndə sakinlər bir-biri ilə qarşılaşanda salamsız keçmirlər. Bayram günlərində də ağsaqqalları yoluxur, bayramlaşırlar. Simvolik bir hədiyyələşmə də baş verir. Biz buna görə çox şad oluruq. Ən əsası bu adət qədim türk ənənələrindən biridir. Kəndin xeyri, şəri birdir. Yas olarsa bütün kənd sakinləri həmin ailənin yanında olur. Nə ehtiyac varsa kömək göstərilir, dəstək olurlar. Xeyriş olarsa da yenə eyni şəkildə. Sakinlər bir-birlərinə daim dəstəkdirlər. Kənd dəniz səviyyəsindən 1135 metr yüksəklikdə yerləşir. Kəndin sakinləri daha çox heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olurlar. Azərbaycanda qeyri-adi kənd 3-4 gün toy olur. 1000 ildən artıq yaşı olan bu kənddə maraqlı adət-ənənələr olub. Toylar 3-4 gün çəkib. Hamı bir-biri ilə mehriban, yaxın olub. İndi də bu birlik qorunub saxlanılır. Mənası yaxşı yer deməkdir. Yerin Qulağı kanalı əhalisi 1500 nəfərdən artıq olan bu kəndlə bağlı maraqlı məlumatları təqdim edir. Bu gün sizi Azərbaycanın qədim və bir o qədər də maraqlı bir kəndinə, Vayxıra aparıram. Bu kənd sadəcə bir yaşayış məntəqəsi deyil, əsrlərlə formalaşmış adət-ənənələrin, birlik və mehribanlığın qorunduğu bir mədəniyyət abidəsidir. Vayxır kəndi Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşir. Sakit, gözəl təbiəti olan bu kənd Naxçıvan çayının sahilində, alçaq təpəlikdə qurulub. Əhali əsasən maldarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Bu kəndin adı belə mənalıdır. Yaxşı yer deməkdir. Və doğrudan da bu kənd həm mənzərəsi, həm də insanları ilə çox yaxşı bir yerdir. Bilirik ki, Naxçıvan qədim tarixə sahib bölgələrimіздəndir. Amma Vayxır bu bölgədə ən qədim kəndlərdən biridir. 1000 ildən artıq yaşı olduğu deyilir. Qədim mənbələrdə adı çəkilir. Ağızdan ağıza ötürülən rəvayətlərdə Vayxırın qədimliyi hər zaman vurğulanır. Bu kənddə müqəddəs şəxslərin məzarları var. Onlar həm kənd cəmaatı, həm də ziyarətçilər tərəfindən hörmətlə yad edilir. Bura həm də inanc və mənəviyyat yeri kimi qəbul olunur. Vayxırın təbiət də onun qədər möcüzəlidir. Burada yerin altından çıxan mineral bulaqlar var ki, onların müalicəvi təsiri olduğuna inanılır. Həm yerli sakinlər, həm də gələn qonaqlar bu sulardan istifadə edir, sağlamlıqlarına fayda axtarırlar. İndi isə gəlin keçək Vayxırın ən maraqlı və özünə məxsus xüsusiyyətinə, toylarına. Əvvəllər bu kənddə toylar 3-4 gün davam edilmiş. Sadəcə bir ailənin yox, bütün kəndin sevinci sayılırmış toy. Süfrələr açılar, qapılar qonaqlara açılar, saz söz eşidilərmiş günlərlə. Bu uzun toylar həm də kənd cəmaatını bir-birinə daha da yaxınlaşdırırmış. Hər kəs bir-birini tanıyır, bir-birinə yardım edir, bir ailə kimi yaşayırmışlar. Vayxır kəndinin ən böyük sərvəti isə onun insanlarıdır. Mehriban, qonaqpərvər, çalışqan və köhnə adətləri unutmayan bir toplum.
İndinin özündə belə burada birlik, həmrəylik, qohumluq münasibətləri çox güclüdür. Bu kənddə hələ də birin dərdi hamının dərdidir düşüncəsi var. Azərbaycanda bu kənddə toylar gecə 4-dən tez dağılmır. Toyların sonunda qadınlar mütləq yallı gedir. Getməsə o toy başa çatmır. Kənddə xərçəng və həkimlərin belə sağalda bilmədiyi bir çox ağır xəstəlikləri otlarla müalicə edən şəxs var. Mineral sularla zəngindir. Uzun ömürlü insanlar yaşayır. Yerin Qulaq kanalı hər kəsin marağına səbəb olan bu kəndlə bağlı məlumatları təqdim edir. Bu gün sizə Azərbaycanın ən sirli və eyni zamanda ən maraqlı kəndlərindən biri haqqında danışacağam. Söhbət Gömür kəndindən gedir. Bu kənd Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Dağlarla əhatələnmiş, təbiəti təmiz, havası saf olan Gömür kəndi həm görünüşü, həm də tarixçəsi ilə adamı valeh edir. Adının mənası belə maraqlıdır. Gömür qədim türk sözüdür və gömmək, yəni bastırmaq mənasını verir. Bəzi tədqiqatçılar düşünür ki, bu ad kəndin yerləşdiyi relyefə və ya keçmişdəki hadisələrlə bağlıdır. Kəndin ərazisindən 3 təbii çay axır. Bu çaylar kəndin həm su ehtiyatını qarşılayır, həm də təbiətə canlılıq qatır. Elə kəndin ətrafında mineral sular da boldur. Bu suların müalicəvi təsiri olduğuna inanılır. Bəzi sakinlər bu suların böyrək, mədə və oynaqlarla bağlı xəstəliklərə qarşı faydalı olduğunu deyir. Gömürün bir başqa sirri də bitkilərlə müalicə sahəsinə tanınan bir şəxsin burada yaşamasıdır. Keçmişdə bu kənddə elə bir insan olub ki, xərçəng də daxil olmaqla bir çox ağır xəstəlikləri otlarla müalicə edib. El arasında ot həkimi kimi tanınan bu şəxs haqqında danışanlar deyir ki, hətta həkimlərin sağalda bilmədiyi insanlara belə şəfa verir. Bu kəndin uzun ömürlüləri də məşhurdur. Kənddə 100 yaşını keçmiş insanlar sayı heç də az olmayıb. Məsələn, 1879-cu ildə anadan olub, 1970-ci ilə qədər yaşayan bir sakin Gömürün uzun ömürlü simvoluna çevrilib. O, düz 91 il yaşayıb, özü də təbii yolla dərmansız. İndi keçək kəndin toylarına. Gömürdə toylar adi bir tədbir deyil. Bu tam bir xalq bayramıdır. Burada toylar gecə saat 4-dən tez dağılmır. Musiqi, rəqs, yeməklər. Hər şey öz qaydasındadır. Amma bir maraqlı detal var. Toyun sonunda qadınlar yallı getməsə, o toy başa çatmış sayılmır. Qadınlar sonunda mütləq şəkildə əl-ələ verib yallı oynayırlar. Bu həm birlik simvoludur, həm də əsrlərdən gələn bir adət. Əgər yallı gedilməsə kənd cəmaatı deyir, bu toy heç dağılmadı ki. Hal-hazırda Gömür kəndinə 500 nəfərdən çox insan yaşayır. Sakinlər əsasən heyvandarlıq və təsərrüfatla məşğuldur. Burada həyat sadədir, amma bir o qədər də mənalı və dəyərlərlə doludur. Əgər bir gün yolunuz Naxçıvana, xüsusən də Şahbuz rayonunda düşsə, Gömür kəndinə baş keçməyi unutmayın. Burada sizi sadə təmiz və hava gözəl mənzərə yox, həm də dərin tarix, zəngin mədəniyyət və insanlıq dolu hekayələr qarşılayacaq. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.